Bir aya 3 kiloqram arıqlaya bildim. Bu necə bir nəticədir? Mən diyetoloq, qidalanma mütəxəssisi Hüseyn Əkbər və burada sağlam arıqlama barəsində ancaq doğrular danışılır. Bir çox insan ay ərzində 2 kiloqram, 3 kiloqram çəkilərindən qurtulub bunun bir nəticə olmadığı qərarına gəlirlər. Əlbəttə ətrafımızda bəzi dırnaqarası diyetoloqlar var ki, 12 kiloqram, 13 kiloqram bir ay ərzində arıqlama sözü verirlər insanlara. Və doğrudan da 3 kiloqramla 13 kiloqram arasındakı 10 kiloqramlıq fərq insanlara çox maraqlı gəlir. Bəli, bu insanlar məhz sizin o 10 kiloqramlıq marağınızdan istifadə edirlər. İdeal olaraq bir insan ay ərzində 2-4 kiloqram çəki verməlidir. Əlbəttə, ay ərzində 9-10 kiloqram çəki vermək mümkündürmü? Bəli, mümkündür. Ancaq bu çox vaxtı birinci ay üçün keçərli olur. Çünki arıqlama zamanı, arıqlamağa başlayanda bədənimizdə olduqca çox miqdarda ödəmlər olur. Və ilk ay həmin ödəmlərdən, yəni sudan qurtulduğumuz üçün sürətli şəkildə 10 kiloqram, 8 kiloqramımızdan qurtula bilərik. Ancaq bu insanlar sərt diyetlərlə bu çəkiləri verdikləri üçün ikinci aya psixoloji olaraq dayana bilmirlər. Önəmli olan neçə kiloqramınızdan qurtulmaq deyil. Önəmli olan bu çəkiləri nə qədər uzun müddət qoruyub saxlaya biləcəksiniz. Məhz budur önəmli olan.